Hər kəsə salam dostlar, necəsiz? Bütün izləyicilərimi bayram münasibəti ilə səmimi qəlbdən, ürəkdən təbrik edirəm. Bayram sizə xeyir, uğur, bərəkət, ruzi gətirsin. Deməli qızlar, birazdan başlayırıq sabahın yeməklərini hazırlamağa. 3 bacı dolması eləyəcəyik. Daha sonra qızlar, deməli Kərim gəldi, yarımçıq qaldı videom. Paxlavada hazırlayacaq. Hər birini detaylı sizlərə çəkəcəm. Sabahadakı planlarımız var ki, inşallah sabah deməli həm gedəcəyik şəhərə, həm gələcəyik qəşəng torba atılacaq, qapı pusulacaq. Belə, indi gedirəm. Bir dənə çay içəm, başlayaq hazırlıqlara. Hər birini də sizlərlə çəkəcəm. Əgər video uzun olsa, uzun olan hissəyə də musiqi qoyacağım. Deməli qızlar, Pərvin orada paxlavanı çəkənə qədər mən burada badımcanların için çıxartdım. Bir dənə göstərim burada. Yəni bilmirəm siz necə edirsiniz. Mən badımcanların için bu şəkildə çıxardıram hamısını. İndi bunu qəşəng duzlayacağım içərisine. Deməli içərisinə ədviyyat olaraq tuz, üstə sarı kök vururam. Bütün içərisini duzluyuram, sonra qızardıram. İndi onu da göstərəcəm. Qızardıram, içərisini elə doldururam da siz nə təniyirsiniz bilmirəm. Elə adamlar pördədir, qarnı yarır, bilmirəm nə edir. Mənimki yeni nəsil üsul gedir. Leylanın elədiyi badımcalar bu dolma heç vaxt əzilmir. Yox, heç vaxt əzilmir. Elə püf nöqtələri eləyir, yəni o əzilmir o Onu yemək. da içərisini çıxartdıq, tökdük. Amma çox yer də əzilir. Xəşli kimi olur. İndi bunları da təmizləyəcəm. Heç nə. Buna qədər əsas paxlavadır. Bacım paxlavanı çəksin. Paxlava yağı, Sonra pillələri, avam yeyib çəkərik. Neydi var? Orada paxlava hazırlanana qədər mən də burada dolmaların için doldurdum. Badımcanlar doldurmuşam. İndi biberləri doldururam. Bu birdən mənim dırnağımın dərini çəkir sizə. Bu dırnaqla necə iş görürsünüz, necə namaz qılırsınız. Hardasa qızlar o yazılmıyor. Hansısa Quran ayəsinə falan yazılmıyor. Hətta bir çox alimlər belə, dini alimlər belə təsdiqləyir ki, dırnaq nə namazı, nə orucu pozmur. Yeməyə də qalanda. Onu mənə yazanların 70% əminəm ki, özü dırnağı çirkli yemək bişirənlərdir. Mən dırnağım üçün xüsusi fırçam var, köpüyüm var. Hər gün onu təmizləyirəm. Əvvəlki qədər uzun da saxlamıram. Yemək də bişirəndə belə əlcək, mətbəx əlcək nə üçündür? Bu niyə satılır mağazinlərdə? Ona görə satılır ki, mətbəxdə iş görəndə, iş dırnağın oldu, olmadı. Əlcək ən gözəlidir. İş görəndə taxırsan və salam. Belə. İçində yığdığım qızlar hazırdır. İndi qoyacaq qazın üstünə qəşəng gedəcək pişməyə. Və salam bayramı yeməyə hazırdır. Bizdə aşda 19-u 20-si bişirilir. Bunu sadəcə sabah çərşənbə üçün eləmişik. Gecə də olsa yeməklərimizi hazırladıq, paxlavamızı hazırladıq. Bu arada hər kəsin bayramını təbrik edirəm. İndi süfrəmizi açacağıq. Bilirsiniz ki, anam bizdədir, qonaq gəlibdir. O deyir ki, çıxağın bayram günüdür şəhərə, biraz bir yerdə gəzəyim, vaxt keçirdəyim. Bayram günü şəhərdə maraqlı tədbirlər olur. İndi süfrəmizi açıb, hazır qoyub elə gedəcəyik. Axşamda inşallah evdəyik. Ola bilsin ki, axşama torba falan atıldı. Falqıl falan baxıldı, hamısını çəkəcəm. Bayramı bir yerdə qeyd edəcəyik. Deməli qızlar, probka demədik. Şəhər həddindən artıq probkadır, amma yenə də çıxdıq şəhərə. Gedəcəyik yarmarkaya. Ondan sonra qayıdırıq evə. Qayıdandan da sonra
Sadoşgil gələcək bizə. Ne? Onlarla da bir yerdə qəşəng torba atacaq, qapı pusacaq, fal baxacaq. Saadet'in gelme, Melis'in gelme çok eğlenceli. Neyse torba da gətirəcəklər. Ay, Hmm. Koruda Hmm. getirdiler. Saadet yersen ki Melis'i torvaya koyarlar. Yönetim Melis'i torvaya koyarlar. Açarım bakarım gibi. Melis gəlir. O qapımıza torba atırlar, içindən Melis çıxır. Geldik, yer tapdıq, oturduq. Mamagil oruçdur. Dedik qoy onları geçsin, rahat alsınlar, yesinlər. Baxın. Dedim onları qəşəng alsınlar, yesinlər rahat. Ondan sonra da Pərşuqa ilə biz nə alarıqsa alarıq. Məryəm xanımla Kərim bəy yeyiblər ikisi də. Onları yeməyini qabağa salmışıq. Ama burada mı yiyeceğim? Hə. Onlar Çünkü iki daha. buradadır. Kərim də yeməyi yeyib oturur. Bir yatmaq istəyir. Bir yatmaq istəyir. Yarmarkadan kızlar çıxırıq. Keçirik bu yarmarkaya. Orada da mama gelip beğendiği tatlardan alıp yiyecek, kaçırır eve. Şehirde dəhşət çox adam var. Geldik çatdıq kızlar buradaki yarmarkaya. Burada geçen yine Coca-Cola bisiklet durup. Kızlar inanırsınız geldi eve indi Evet, çıxdı. nəhayət. Yəni heç belə düşünməmişdim də. Yəni bayram günü heç tövsiyə etmirəm ki, şəhərə çıxasınız. Bizdə mama bilirsiniz ki, qızlar çəkmişəm, demişəm qonaqda sabah inşallah gedir artıq. Ona görə mamanın istəyi ilə belə deyim də hərəkət eləyirəm. İstər ki, bu gün çıxsın şəhərə nəvələri ilə falan şəkil çəkdirsin, çıxdıq çıxmağına. Amma inanın ki, yəni ancaq Oraya gidip çatmamız ne yəni kadar vaxt aldı. nə qədər ora gedib çatanda vaxt itirdik, evə qaydanda nə qədər bütün nəqliyyatlar bərbad bir vəziyyətdə, şəhər bərbad bir vəziyyətdə. Yəni sözlə ifadə eləyə bilmirəm də, çox çətin bir hal Adı neyse idi. bir şey yapıyordun, en az 20 dakika Bəli. izliyorduk. Yəni avtobusa təsəvvür eləyin, saat 10-a qalmışdan biz avtobusa oturduq qızlar. 10-a qalmışdan ha. Taksi gəlmədi, Saat mən 11-ə işləmiş, avtobus yola düşdü. Maşına sığışmırıq ki, gəlsin yoldaşım hamımızı yığsın aparsın. Yəni adam çoxdur. Taksi gəlmir. Taksi ümumiyyətcə 25 vurursan istəyiyorsun, gəlmir. Təsəvvür eləyin, komfort vururam, XL vururam, yenə gəlmir taksi. O vəziyyətdədir. Uber falan hamısı yəni doluydu da. Axırda oturmuşuq avtobusa. Metroda bilirsiniz necə qızlar, qarışqa belə sıraya düzəllər. O vəziyyətdə metroda. Axırda oturmuşuq avtobusa. Avtobusda 10-a qalmışdan oturduq. 11-ə işləmiş yola düşdü. O da necə dayana addım yəni gəlmişik. Evə biz artıq gəlib çıxanda saat 12-nin yarısı idi. Yəni bir sözlə belə qızlar. Ona görə də nə qapı pusmağa gedə bildik, qulaq falına gedə Yarım saat bildik. kalıp onu yerden falarımızı Nə eləyək. belə deyim, torba atmağa gedə bildik. Heç bir özü Saadətlə danışmışdıq əvvəldən ki, yoldaşım gedər oraya, gətirər onları bizlərə. Maraqlı bir də bayram axşam keçirdi. Heç birini çatdırıb eləyə bilmədik. Amma mama da sabah gedirdi, ürəyimdə əl vermədi ki, onun bugün dediyinə ya getməməli idim, ya da getsəm nəticəsini belə düşünmürdüm də. Deyirdim nə var ki, gedərik bir saata qayıdarıq, amma qətiyyən siz o səhvi Vaxtımız etməyin. yolda keçdi. Qətiyyən o səhv etməyin. Bayram günü çölə çıxmayın. Vallahi boş vaxt itkisidir. Yəni bir də olsa bir də çıxmaram. Özüm üçün çıxmaram. Mamam üçün təbii ki bir də olsa çıxaram. O heç nə qızlar. Vaxtımıza yarım saat qalıb. Heç olmasa gedək fallarımızı elə görək bayram falı bizim falımıza nələr deyir. Getdik. Deyir qızlar, birinci qoy yumurta döyüşdürməkdən başlayaq. Sağ olsun uşaqlar bütün yumurtalarımızı qırıb yığıb Yaxşı, ikisi hamısını ora. tapmışıq. 2 dənəsi sağlam tapmışıq. Gəl görək. Görək. Kim? Sən məndən böyüksən də gəl. Eyb yox. Yol böyüyün. Belə tut bacım. Su kiçiyi, yol böyüyün. sakınla. Yenilmez vətən. Ben de bu. Yine bırak. Ha koy seni. Ben de. Kelek gelmişsen. Gel bu. Ben neyine ki? Özüm kaskalamsın. Bacım. Gel. Yala. Görürsen. Ne? Kırmadı, keçini çıkarttı. Eğer o yılan ulduz görmesi ölmez. Geberim. Gel birini de vur. Kerim birini de vur gel. Sen de ben bırakıp de çok Vur, seviyorum. birini de vur göre. Bu yumurta nerede onda? Ne yumurtası Rega? Ay Allah keçini Şu. çıkart. Biz ikimiz o. Kerim Bey kazandı. Ah. He gel. Deməli qızlar, fallardan yumurta döyüşdürdük. İndi üzük falına baxacağıq. Pərvinin üzük falına. Çünki Pərvin subaydı. Bəs indi neçə yaşın var? 32 yaşım var. 32 yaşı var.
Desəz ki, bu vaxta qədər niyə ailə qurmayıb qızlar? Pərvinin qoydu belə deyim də, özünə görə üstünlükləri var, kriteriyaları var. Pərvin üçün hər şey ailə qurdum, qutardı, ondan ibarət deyil. Nə puldan ibarət deyil ki, hə, bu insanın hər imkanı varsa, okeydir hər şey. Nə də biz sözlə Pərvin insani dəyərlərə çox üstünlük verir. Deyir, əgər mən gedəcəmsə, məsələn, sonradan boşanma kimi bir hal olacaqsa, uşaqlarım yarın böyüyəcəksə, ondansa gözlüyüm doğru insan gəlsin, öz məni tapsın. O insan gələndə onu bir dənə bıçaqacam, böyle ki, sən nərdəydin bugünə qədər? Gələcəkdə yeznəmizə göstərəcəm bu falı da. Neysə, deməli, Allah'tan. Bunu 3 dəfə suya salıb çıxardırıq. 3 dəfə oldu da məncə. 1, 2, 3, 7. Yok kızlar, Allah hakkı düzdür. Neç olur? Bilmirəm, oradan siz saydınız, saymadınız. Dayandı, gördün. Neçə idi? Ben sayabilirim. 33 düştü kızlar. Pərvinin 32 yaşı var, 33 olur, bu il 32 tamam olur. Tamam olubdur. 33'e geçmiş. 33 olacaq da bu il. Martda. 2026'da 32 oldu. Hə, oldu. Aha, oldu. Keçibdi 33. 33 yaşına artıq keçibdi. Yəni gözlənir ki, falımız dedi ki, Pərvin 33 yaşında artıq ailə quracaq. Yeznəmiz kimdirsə təşrif buyuracaq. Pərvin qızlar, bütün elçiləri həddindən artıq çoxdur. Seçim etməyə vaxtı yoxdur. Həqiqətən də həddindən artıq maşallah olsun. Yəni qız olur ki, elçiləri olmur, amma Pərvinin maşallah elçiləri həddindən artıq çoxdur. Sadəcə olaraq ürəyicə olan bir insan yoxdur. Bəli, seçim etməyə vaxtı yoxdur. Bir də Pərvin bu zamanə qızlarından deyil. Ay bacı, deyirəm, adam bir elçi çıxanda bir stəkan çay içər, bir tanıyar. Bu elə deyil. Deyir, mən 2 dəfədən deyir, ondan elektrik almadımsa deyir, necə deyir, onunla mən çay içim elə hər gün. Əslində o məntiqlidir, amma uşaq da deyildi. Artıq məsələn Pərvinə, hə, okey, ərgən yaşlarımızda olsa o şeyə mən də haqq vermişəm, amma bu yaşda yetişkin insandır, bir çay içməklə nə olası ki, və ailə qurduğun biri ilə mütləq və mütləq öncədən balaca da olsa bir kontaktın olmalıdır ki, biləsən ki, bu insan elə bəlkə nə bilim, nəsə bir ağıl əksikliyi var və yaxud da hər şey görünüşlə olmaz. Görünüşlə də şey olmaz. Belə, üzük falımız getdi. Üzümü neyə dönür? Əlbəttə. Oy, qızlar, bu üzüyün başında çox şey fırlanır. Bunu bir dəfə itirmişəm möcüzə ilə, həqiqi mənada itib, amma möcüzə ilə sonra necə olub tapılıb, düşünün, üzük Bakı şəhərində itir və tapılıbdır sonra. İndi yenə elə bildim ki, götürdüm, tulladım, belə. İndi keçirik spiçka falına. Spiçka falı deyilənə görə yox, əslində elədir. Baxın, mən qız vaxtı həmişə olanda, yandırmaram bacı. Mən qız vaxtı olanda, subay olanda qızlar, yoldaşımın adı Yaqubdur. Yaqubla da bizim əvvəldən heç bir tanışlığımız falan olmur. Məsələn, olur da bütün qızların müəyyən elçiləri olur, nə bilim, istəyəni olur. Öz rayonunda deyim, qıraqdanmır deyim, insan eşidir də, gəlir qızın mamasına deyirlər, az falan kəs sənin qızını istəyir, məsələn deyirəm. Mən qardaş bu fala baxanda bir dənə o eşitdiyimiz, bildiyimiz məni istəyənlərin birinin baş hərfi orada çıxmırdı. Yəni elçi adaylarımdan söhbət gedir də, gəlirdi, çıxırdı Y hərfi. Düşünürdüm ki, bu Y kimdir belə bu, nəçidir belə, kimdir, bu nədir, haralıdır. Hə, axırda belə yoldaşımla ailə quranda dedim, ayala, bütün fallarda Allah haqqı çıxırdı, qızlar, zarafat eləmirəm. İndi Pərişkanın deyirəm ki, falına bax, bacı, bunu sən özün yandırmalısan, özün tutmalısan. Elə bir qızlar, spiçkanı axıra qədər yandırırsınız, bura qoyursunuz, əzirsiniz, indi görəcəksiniz də. Orada bir hərf alınır, yəni belə deyim də, işarə formasında, hərfi çap formasında oxşatmaq olur da. Hərf alınır, o hərfdən bilinir ki,
gələcək həyat yoldaşımızın baş hərfi nə olacaq? Soysun. Neyim? Hara koyayım? Qoy bura. Bura. Hə. Qoy, heç olmaz, qoy. Qoyuram. Belə, bacım, belə, bas, belə, elə, düzdür, aç. Sən kimsənsə, yəni, Göstərmirəm. yəni, qızlar, belə deyim də, keçən çərşənbədə bu fala baxdıq Pərvinlə biz. Eyni hərf çıxdı və bu dəfə də... Aday deyirsən, məsələn, elçilərlə olur da. Heç birinin baş hərfi belə deyil. O kimdirsə, yəni, həqiqətən də az qalıb inşallah ki, Pərvinin toyun qızları. Yəni, bütün xəyallarımı Pərvinin toyunun üzərində qurmuşam da, düşünün. Çünki Necə ola bilər? eyni görürsən, inanmırdım. Heç nə qızlar. Beni görə çıxarıyorum. Bu şəxsən özüm elçi gələndə birbaşa görüşəcəyəm. Niyə hərfi demədi? İndi hərfi demirəm, özüm demirəm, onun da səbəbləri var. Burada bizi təkcə belə deyim, dostlar yox, düşmənlər də izləyir qızlar. Ona görə Hər tərəfli idi. ailəmlə bağlı çox şeyi görürsünüz ki, mən detayına, belə o deyir, inciyinə, cinciyinə qədər bölüşmürəm. Çünki dostumuzdan çox düşmənimiz var və təbii ki, bizi sosialdan düşmənlərimiz daha çox izləyir, nəinki dostlarımız. İndi baxaq, deməli, qulaq falını qızlar qaçırdıq biz. Əslində düşünürdük ki, evə tez gələcəyik. Alınmadım. Saadətgili gedib götürüb gələcəyik, qulaq falına gedəcəyik, torba atmağa gedəcəyik. Heç cür alınmadım. Amma gel qızlar burada qonaqdır, qonaq gəliblər də. Yəni onun xətrinə dəymək istəmədim. O bugün istədi ki, çıxaq şəhərə, nəvələri ilə şəkil çəkdirsin, vaxt keçirtsin. Ona görə istəmədim xətrinə dəyim. Getdik şəhərə, amma əslində belə də planlaşdırmamışdıq da. Biz dedik ki, nə var ki, gedəcəyik, çünki gündüzdən çıxmışdıq. Dedik, gedəcəyik, tez iftar açılan kimi yemək yeyiləcək, qayıdıb gələcəyik. Yollar elə bir vəziyyətdədir ki... Yollar, orada nəsə alırsan, növbə gözləyirsən. Yəni, qızlar, təsəvvür eləyin, heç bir nəqliyyatda iynə atsanız yerə düşməzdi də. Yəni, çox, amma çox bastırıq idi bugün şəhər. İndi isə qızlar, pul falına baxırıq. Deməli, deyilir ki, kasanın içərisinə pul qoyulacaq. Mən gözümü yumacağım. Pərvin kasaların yeri dəyişib pul bir kasaya qoyacaq. Tapsam o deməkdir ki, mənim üçün ruzili bir il olacaq. Deyimdir də qızlar, belə deyim, deyimdir. Büdcə eynidir, bəli. Eynidir. Sonra da mən Pərvin üçün eləyəcəm. Əslində hansımızda çıxsa o deməkdir ki... İkimizə də sərf eləyir. Bəli, ikimizə də sərf eləyir. Tək ikimizdən birinə çıxsa. Mən gözümü yumuram, sən elə bacım. Tamam. Getdik. Yumuşam. Yumuşam. Kamerada da görünür. Aç. Aç. Hazır. Niye sorumu hissediyorsun? Gözüm bunu tuttu. Əlim bunu niyə seçdi bilmirəm. Şeytan Allah'a. əməl. Şeytan əməldir. Bax qızlar, gözüm bunu tutdu. 2 dəfədən ortanı. Hiss dedi bunu elə. Şeytan oyun oynadı da mənimlə. Heç. Sən də mən eləyim bacım. Yum gözümü. Kız uşağı diye şeytan bundan oynayamaz. O deməkdir Balıq ki, bölgülü qızlar. hissiyatı çox güclü olur. Onu mən neçə balıq bölgülü hissiyatmışam. Sən deməsin mən hissiyatsızam. Əslində sənə hisslər həmcə daha ne yoxsa nə indi? Mən də qızlar əkizlər bürcüyəm. Heç nə. Əkizlər bürcüdən çox adam durur, qaçır, amma Allah elə deyil. Bax, iki cür var. Əkizlər var. Birinci qrup, ikinci qrup əkizlər söhbət var. Mən onu belə doğru desəm, səviyyəli və səviyyəsiz əkizlər bölgü var. Həqiqətən elədir qızlar. Çünki həyatımda Elə əkizlər var ki, adam diksinir ondan. yəni deyirsən, yəni tanıdığın, yaxşı bilin əkizlərdə deyirsən ki, uydu. Yəni bu da əkiz, o da, yəni tamam fərqlidir. Qoy belə deyim də qızlar, bir müddət mən özümə kompleks eləyirdim, öz bürcümü. Deyirdim ki, ola bilməz. Tanıyırdım bir insanı, deyirdi əkizlər bürcüyəm. Deyirdim bu mənim bürcümdən bu insan ola bilməz də tamamilə fərqli xarakterlərə, yəni malik olur da o ikinci qrup əkizlər. Məsələn deyirəm,
İkinci qrup əkizlər bilirsiniz nə olur? Da səviyyəsiz var, səviyyəsiz var. Tək qalmasınlar, elə olurlar. Daha sonra birinci qrup əkizlərdə paxıllıq olmur, amma ikinci qrup əkizlər belə özünü mehriban göstərir. Üzvə gülür, amma bütün niyyəti səndən sırf istifadə eləməkdir. Bunu mən bir müddət araşdırdım ki, bu nədir? 7-8 dənə sırf bu bürclərlə məşğul olan şəxslərlə kontaktım oldu. Hansı ki sırf bürcləri araşdırır və onların fərqli insanlarda sırf bürclərlə bağlı bu təhlillərinə qulaq asdım. Hətta onu Instagramda bir dəfə paylaşmışdım da və aydın oldu ki, əkizlər bürcü əkizlər deyilir əslində. Orada ikili xarakterlər, ikili şəxsdən söhbət getmir. Əkizlər necə ki, əkiz uşaq bir olur, qızlar ana bətnində bir olur. Elə olur bir yumurtanın əkizləri, elə olur ayrı yumurtanın əkizləri. Bir yumurtanın əkizlərində hər şey birəbir eyni olur, oxşuyurlar, xarakterləri, hər bir şey birəbir eyni olur. Amma ayrı yumurtanın əkizlərində isə həm görünüş olaraq oxşamır, görünüş olaraq, xarakter olaraq tamamilə iki fərqli insandan ibarət olur. Eyni də bu əkizlər bürcü elədir ki, yəni birinci qrup var, ikinci qrup var. Yəni birinci qruplar oxşarlar, bir yumurtanın əkizləri sayılırlar. İkinci qruplar isə digər o səviyyəsiz yumurtanın əkizləri sayılırlar və çox pis xarakterə malik olurlar. Onlar yəni hər kəsdən yola gedən kimi görünürlər, amma əslində sinsidirlər. Mehriban kimi göstərmək istəyirlər özlərini, amma əslində ən təhlükəli insandırlar. Çox yalancıdırlar, çox ikiyüzlüdürlər. Heç nə onların boynuna qoymaq olmur. Elə gələrlər, elə həyatına girərlər, elə sənə zərbə vurarlar ki, sən onu özün belə hiss eləmərsən. Əsl dost seçə bilmirlər. Bəli, əsl dost seçə bilmirlər. Təhlikdən qorxurlar. Şəxsən məni təhlikdən qorxmaq kimi bir belə deyim də fobim yoxdur ki, ay Allah, mən haçansa tək qala. Necə? Yəni sevdiklərimi itirmək istəmirəm, amma deyərəm ki, məni itirmək istəyən itirsin də, mənim ondan nəyim əksikdir ki, elə bir xarakterim var və mən Allahımı hər şeydən çox sevirəm deyə bilirəm ki, Allahını sevən tək qalmaz. Amma o birisi qrup əkizlər elə deyil. Onlar bilirsiniz necədir? Onlar deyir, ay Allah, tək mən tək qalmayım. Tək mən tək qalmayım deyərkən ən səviyyəsiz insanlarla otururlar, dururlar, ən səviyyəsiz ortamlarda olurlar. Ümumiyyətlə özlərinə məsələn hörmət eləmirlər. Yəni belə. Allah bizi o ikinci qrup əkizlərdən qorusun ki, nə elə insan sizin həyatınızda olsun, nə bizim həyatımızda olsun. Mən çox tanımışam. Birinci qrup əkizlər də var ətrafımda. Maşallah olsun. İllərdə hətta bir dostum var mənim. Əkizlərdir. Birinci qrup əkizlərdir o da. Artıq qoy belə deyim də 2016-cı ildən bu yana dostluq biz və 2026-da 10 ildir artıq dostluğumuz çox gözəl də, yəni davam eləyir. Heç bir aramızda da problem yoxdur. Amma ikinci qrup hansı əkizləri tanımışam, maksimum onlardan 6-8 ay bir münasibətim olub. Sonra artıq onların o iyrənc üzlərini görmüşəm, demişəm, yox, sən bir də artıq bir dur, kəsmişəm, atmışam. Elə bir xarakter var, sərhəddi qoydusa mümkün deyil, yəni nə olsun sərhəddi heç kim aşa bilməz. Nəysə qızlar, baxıram, baxa biləcəyimiz məncə bütün fallara baxdıq. Çünki artıq saat 12 keçir. Düz olan fallara baxdıq. O birisilərə baxmağımızın mənası yoxdur. Artıq saat 12-də keçir və biz bunu bu 12-yə qədər eləməliydik bu fallar ki, çərşənbəyə düşsün. Maşallah, bazı heç gecikməmişik. Yəni, çərşənbəyə heç gecikməmişik. Şükür bunu bari çatdırıb heç olmasa eləyə bilir. Eyb yoxdur. 20-si 21-i də bayramdır. Mənə dəxlis yoxdur. 20-si 21-i inşallah biz qulaq falına çıxarıq. Saadətdə götürüb çıxarıq qulaq falına. İnşallah 20-si 21-i. Vlogumuzun da hələlik burada sonlandırıq. Qızlar, sizi çox sevirik. Bir daha bayramımız mübarək. Öpürük sizləri. Kərim də öpür sizləri. Hələlik.